Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur. NES 24 az xəbər verir ki, Keyevə həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqam diqqəti çəkib. Belə ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə RAM, yəni ad soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki Avropaya Hotelinin yanında Tbilisi prospektində malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur. Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə EKə hərflərinin Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad soyadlarının baş hərfləri daşoyma yolu ilə həkk etdirilməsi ailənin tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti dən xəbər verir. Bu yerdə unutmayaq ki, hər daş dəmir üzərində yazılan tarix deyil. Tarix yaddaşlarda əbədiləşir.